Əlbəttə bizim üçün bu oyun dönüş gətirəcək bir oyun idi. Rəqib həddən artıq güclü komanda idi, peşəkar köklü komanda idi. Masallı Peşəkar Futbol Klubu adı üstündədir. Biz yeni komanda olsaq da hazırlığımız çox güclü idi. Çünki biz avqust ayından bu oyunlara hazırlaşırdıq. Nəticədə çəkdiyimiz zəhmətin bəhrəsi olaraq qələbə qazandıq. Biz 4-cü turda da qələbə qazanmaqla artıq Mirasvar Futbol Klubunun 9 xalı artıq hesabındadır. Oyun çox qarşılıqlı mübarizə şəraitində keçildi. Şükür olsun ki, zədə və yaxud da ki, başqa xoşagəlməz hadisələr baş vermədi. Buna görə bugün rəqibimiz olan, meydanda rəqibimiz olan Peşəkar Futbol Klubuna, Masallı Peşəkar Futbol Klubunun rəhbərinə təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Bu bir oyundur, adrenalindir. Oynadıq, yaşadıq, güclü qalib gəldi. Qarşıda sizi hansı oyunlar gözləyir və nə gözləntiləriniz nədir? Qarşıda bizi növbəti oyun Qobustan Futbol Klubu ilə olacaq səfərdə, Qobustan qəsəbə stadionunda. Onlarla da yəni qələbə niyyəti ilə girəcəyik bu mübarizədə. Çalışacaq ki, qələbə qazanaq. O gələcək olduğu üçün biz bu barədə heç bir yəni fikrimiz yoxdur. Çünki qələbə sevinci artıq bizim fikirlərimizi bir balaca başqa yönlərə döndərib. Ondan sonra evdə Salyan Olimpiya İdman Kompleksi Futbol Klubunu qəbul edəcəyik və sonuncu olaraq 7-ci tur Lənkəran Futbol Klubu ilə qarşılaşacağıq. Yəni qarşıda bizi artıq 3 oyun və yaxud da ki 3 qələbə. Təşəkkürümüzü bildiririk, bir daha təbrik edirik. Çox sağ olun, minnətdaram. Eyni zamanda bizi bugün tək meydanda buraxmayan Biləsvar əhalisi, Biləsvar Futbol Klubu isə azarkeşləri olan bugün meydanda bizlə birlikdə həyəcan yaşayan bütün əziyyət çəkib gələnlərə öz təşəkkürümü bildirirəm, öz minnətdarlığımı bildirirəm. Onlar bizi dəstək verdiksə, biz də çalışıb onları belə qələbələrimizlə sevindirəcəyik. Təşəkkürlər.